Əliyeva Gülarə, mənim yoldaşım, ailəm, Ağdamlıdırlar, Əliyev Saməddin. O Ağdamın Sarcalı kəndində böyüyüb boya başa çatıbdır. Bizim evdə daima Ağdam haqqında, yəni Ağdamın Sarcalı kəndi haqqında daima xoş təəssüratlar eşidirdik. Yəni yoldaşım daima danışırdı ki, mənim uşaqlığım orada çox gözəl keçib. Mən də arzulayırdım ki, inşallah nə vaxtsa mən də qismət olar, mən də Ağdamı gedib görərəm. Allah canını sağ eləsin prezidentimizin. Əsgərlərimizin Allah canını sağ eləsin, bu torpaqları aldı, bizə qaytardılar. Şəhidlərimizin ruhu şad olsun. Biz onların sayəsində bu torpaqlara qayıtmışıq. Nə xoşdur bizə. Biz artıq köçəndən sonra artıq başladıq iş barəsində düşünməyə. Dövlət Məşğulluq Agentliyinə müraciət etdik. Sağ olsunlar, orada bizim müraciətimizə baxıldı. Zəng elədilər işlə ki, aşpaz köməkçisi ehtiyac duyulur. Mən də məmnuniyyətlə fikrimi bildirdim, sağ olsunlar. Tez bir qısa zamanda məni işlə təmin etdilər. Əvvəllər də mən bu işlə məşğul olmuşam. Hal-hazırda da Ağdam City Oteldə aşpazlıq işindən məşğulam.